şiyyəçilikdə qalıb da bir dənə bu rəhbər məsələsi, ilahi höccət məsələsi. Yer üzündə İmam Zaman əleyhissalamın o varlığı ilə düşmənçilik gör nə qədər var. Və bununla da kifayətlənmirlər, ta gəlirlər, neynirlər? İmam Zaman əleyhissalamın yer üzündə olan nümayəndəsindən, naibindən insanları ayırmaq istəyirlər. Bu səbəbsiz deyil, ha? Bunu eləyənlər bəzi şiyyələrdən daha yaxşı başa düşürlər ki, buna müvəffəq olsaq, deməli bu müsəlmanlar qoy səhərdən axşama qədər oruç tutsunlar. Nə qədər müsəlman var dünyada? Nə qədər bugün Ramazan ayıdır, nə qədər oruç tutanlar var? Baxın sosial şəbəkələrə, dünyaya, müsəlman ölkələrinə baxın. Ramazan ayına daha çox diqqətlə vaxt ayıran, enerji sərf eləyən cəmiyyətlər var həqiqətən də. Amma məsələ nədir? Məsələ budur ki, onlar üçün yer üzündə olan höccət, ilahi o höccət mühüm deyil. Bu yoxdur deyə nə orucun ruhu var, nə Qur'anın ruhu var, nə ibadətin ruhu var.